Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. İyul ayının 31-i həftənin cümə günüdür. TN televiziyasında doğru məkandayıq. Dəyərli izləyicilər, Azərbaycanın xarici siyasətində Türk dünyası ilə strateji tərəfdaşlığın gücləndirilməsi artıq keyfiyyətcə, belə deyək, yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Azərbaycan-Qırğızistan Dövlətlərarası Şuranın 3-cü iclası iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə ucaltdı. İqtisadiyyatdan tutmuş nəqliyyat və logistika, eyni zamanda mədəni, humanitar layihələrə qədər geniş bir spektrdə əldə olunan razılaşmalar, xüsusilə də Qırğızistan tərəfindən Ağdamın Xıdırlı kəndində inşa edilən məktəb qardaşlığımızın və həmrəylimizin əyani təzahürüdür. Eyni zamanda bilirsiniz, bugün keçirilən görüşlərdə Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb və bu strateji yaxınlaşmanın arxasında bəs hansı geosiyasi hədəflər dayanır? Orta dəhlizin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya bölgəyə və dünyaya hansı mesajlar verir? Bugün biz verilişimizdə bu suallara cavab axtaracağıq. Qonağımız isə Milli Cəbhə Partiyasının sədr müavini politoloq Məhəmməd Əsədullahzadədir. Məhəmməd bəy, xoş gördük. Xoş gördük. Məhəmməd bəy, Azərbaycan prezidenti Qırğızistanda dövlət səfərindədir və istəyirəm ondan başlayaq ki, Azərbaycanla Qırğızistan arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi fonunda bu addımın bütövlükdə regionun geosiyasi arxitekturasına və Türk Dövlətləri Təşkilatının güclənməsinə təsirləri nədən ibarətdir? Bundan başlayaq, sonra digər elə bu mövzuda da suallarımızı davam etdirərik. Təbii ki, cənab prezidentin Qırğızistana dövlət səfəri və orada Mərkəzi Asiya ölkələrini liderlərinin də iclasında iştirak edəcək. Təbii ki, nəzərə salaq ki, biz son illərdə Qırğızistan və Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin inkişafını görürük. Xüsusilə Zaparovun prezident seçilməsindən sonra bu siyasi əlaqələr dinamik inkişaf edir. Qeyd edim ki, bəli, ilk növbədə Azərbaycan prezidenti cənab İlham Əliyev daima Türk dövlətlərinin ilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq inkişaf etdirilməz. Bu əməkdaşlıq təklifi həm rəsmi bir şəkildə Azərbaycan tərəfindən təbii ki, təqdim olunub və bu əməkdaşlıq təklifi də göründüyü kimi Zaparov administrasiyası tərəfindən də yüksək qəbul edilir və bu gün də Qırğızistan və Azərbaycan əlaqələri yüksələn tiplə inkişaf edir. Azərbaycan Qırğızistana investisiya qoyur. Bilirsiniz ki, Qırğızistan faydalı qazıntı yataqları ilə zəngindir. Azərbaycanın da kifayət qədər bu müstəvidə təcrübəsi var ki, Qırğızistanda yer altında faydalı qazıntıların işlənməsini həyata keçirir. Həmçinin turizm sektoruna da Azərbaycan orada sərmayə qoya bilər. Biz görürük ki, Qazaxıstanla təkcə siyasi deyil, jurnalistlər müstəvisində, media müstəvisində, mədəniyyət müstəvisində, həmçinin elm sahəsində və digər sahələrdə getdikcə əlaqələr inkişaf edir. Bilirsiniz, biz ortaq mədəniyyətə, ortaq kökənə malikik. Mütləq şəkildə biz Türk ölkələri ilə münasibətləri yüksək səviyyə qaldırmalıyıq və bu yüksək səviyyə strateji və müttəfiqlik müstəvisində olmalıdır. Cənab prezident bir neçə dəfə Qırğızistana səfər edib. Həmçinin Qırğızistan prezidenti Zaparov Azərbaycana gəldi, Şuşaya gəldi, Füzuliyə gəldi. Onlar da Qarabağda məktəblər tikir. Mən hesab edirəm ki, Azərbaycan məhz Türk təşkilatlarından da əlavə, bu Türk dövlətləri ilə də müttəfiqlik əlaqələrini inkişaf etdirməsi və bunu rəsmiləşdirməsi Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. Həm Mərkəzi Asiyada, həmçinin Xəzər hövzəsində. Qeyd edim ki,
Qırğızıstan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Və uzun müddətli dolayı yolla onların işğal vaxtı Ermənistanla əlaqələri olub, bizi incidəcək qərarlar da veriblər oranın əvvəlki prezidentləri. Amma göründüyü kimi bu günləri şükür Allaha artıq münasibətlər yüksək səviyyədədir. Artıq qırğızlar da özlərinin türk kökənli olduğunu qəbul edirlər. Bilirsiniz, mən hörmətli tamaşaçılara da bir məsələni deyib, Mərkəzi Asiya ölkələrində türkçülük ideyaları çox aşağıdır. Çünki Sovet imperiyası, Çar Rusiyası, Sovet imperiyası məhz Azərbaycan, Türkiyənin bu ölkələrlə əməkdaşlığı, onlara türk olduqlarını aşılamaları, artıq onlar türk soyköklərinə də qayıdırlar. Yəni qırğızlarda da belədir. Bilirsiniz, qırğızlar feodal tayfa təfəkküründə indi olublar uzun illər, uzun əsrlər, müəyyən onların ağlarında da bu qalır. Uzun müddət Rusiyanın təzyiq və təsiri altında. Təzyiq və təsir və dövlət dilləri rus dili olub, bunda nəzərə almaq lazımdır. Amma bu günləri artıq türk kökənli ilə qayıdır. Kimlərin hesabına? Azərbaycanın, Türkiyənin, yəni bu müstəvidə əlaqələr inkişaf edir. Mən hesab edirəm ki, Azərbaycanın Qırğızstanla münasibətləri həm regional səviyyədə, həmçinin beynəlxalq müstəvidə hər iki ölkənin maraqlarına cavab verəcək. Artıq Qırğızstan da inkişaf edir. Dediyim kimi, zəngin faydalı qazıntı yataqları var. Bunlardan səmərəli istifadə etmək Qırğızstan iqtisadiyyatına da töhfə verəcək, inkişaf edəcək və Azərbaycanla əlaqələr, müştərək layihələrin həyata keçirilməsi hər iki xalqın sosial rifahının güclənməsinə gətirib çıxaracaq. Təbii ki, Azərbaycan da yeni strateji müttəfiqi dost ölkələrin sayı artır. Yəni bu yeni dünya siyasi nizamında mütləq lazımdır. Təkcə beynəlxalq hüquqa söykənmək lazımdır. Beynəlxalq inteqrasiya, regional təşkilatlar da bir o qədər səmərəli effekt vermir. Amma Cənab Prezident həmişə deyib ki, iki tərəfli dostluq əlaqələri inkişaf etdirmək lazımdır. Bu müstəvidə müttəfiqlik əlaqələri qurmaq lazımdır ki, bir-birimizi daimi dəstəkləyə bilər. Mən təbii ki, indi Qırğızstanla da artıq strateji müttəfiqlik müstəvisinə qalxdı. Azərbaycan, Qırğızstan əlaqələri. Məhəmməd bəy, Türk dövlətləri arasında iki tərəfli münasibətlərin, siz də dediyiniz kimi, müttəfiqlik səviyyəsinə qaldırılması və inteqrasiyanın dərinləşməsi ənənəvi olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz, daha doğrusu belə Cənubi Qafqazı özünün hələ də təsir dairəsi hesab edən, amma Rusiyada müəyyən qıcıq və eyni zamanda narahatlıq yaradıb. Çünki Rusiya mediası artıq bu tədbirlə bağlı yazmağa başlayıb və narahatlar və Moskva bu prosesə qarşı hansı diplomatik və yaxud da iqtisadi təzyiq rıçaqlarından, vasitələrindən istifadə edə bilər? İssiqqul göl ətrafında Mərkəzi Asiya ölkələrinin liderləri, Qazaxıstan prezidenti hələ orada deyil. Deyil, bəli, hələ ki. Amma iştirak etməsi desən istisna deyil. Cənab prezident oradadır. Və Rusiya uzun illər Mərkəzi Asiya ölkələri arasında düşmənçilik münasibəti yaratmışdı. Bilirsiniz, orada əraziləri anklavlara bölərək və o ölkələri bir-birinə qarşı düşmənçilik yaratdı. Özbəkistan, Qırğızstan münasibətləri gərgin idi. Tacikistan, Qırğızstan münasibətləri gərgin idi. Ərazi məsələsi, amma ölkə liderləri böyük bir siyasi iradə ortaya qoydular. Anklav məsələləri, ərazi məsələlərini demək olar ki, həll etdilər. Mən istisna etmirəm ki, burada da Azərbaycan mövqeyi, həmçinin Türkiyə mövqeyi önəmli rol oynayıb. Və Mərkəzi Asiya ölkələr də başa düşür ki, artıq dünyaya açılmaq lazımdır. Təkcə Rusiyanın yedəyində getməyi lazımdır. Və nəzərə alaq ki, Çinin də bu regiona siyasi, iqtisadi təsirləri var. Və daha çox təbii ki, Rusiya bu regionda güclənməyə çalışır. Rusiya ənənəvi tarixi siyasətindən istifadə edərək bu regionu yerinə öz orbitində saxlamağa çalışır. Mən hesab edirəm ki, artıq bundan sonra Rusiyanın bu ölkələrə ciddi təzyiq, təsir siyasəti də müsbət nəticə verməyəcək.
İndi onlar keçirilən bu görüşdən narahatdır. Nəzərə alaq ki, Avropa İttifaqında Mərkəzi Asiya diqqəti var. Onların da bu Avropa İttifaqı Mərkəzi Asiya samiti keçirilir. Amerika Birləşmiş Ştatları və Mərkəzi Asiya liderlərinin Ağ Evdə samiti keçirilib. Görürsünüz ki, Çin sərmayələr qoyur, Çin sərmayələr qoyur. Və bir tərəfdən də Türkiyə, Azərbaycan bu müstəvidə Mərkəzi Asiya əməkdaşlığı artırır. Daha çox bizim mənəvi haqqımız var. Çünki biz eyni köklənik. Həm müsəlmanıq, həmçinin türkük. Və bu müstəvidə düşünürəm ki, Rusiya, türk dövlətlərinin güclənməsindən, Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən qərbə açılmasından və Mərkəzi Asiya ölkələrinin dünyaya yeni pəncərədən çıxması, bu onların artıq müstəqil qərarlar verməsi deməkdir. Onların inkişaf etməsi deməkdir. Və Rusiyanın orbitindən çıxması deməkdir. Ona görə də Rusiya bu məsələlərdən narahatdır, bu konferanslardan narahatdır və özlərinə bunu təhdid hesab edilir. Və bugün Rusiya mətbuatında oxudum ki, Rusiyada İstiqlal göl ətrafında keçirilən toplantıda niyə dəvət olmayıb? Rusiyada da olmalı idi. Yəni göründüyü kimi Rusiya ora dost kimi getmir, Rusiya ora qonşu kimi getmir. Rusiya ora gedib ağı olmaq istəyir. Siz mənə tabi olmalısınız. Fikir verin, ötən günlərdə Rusiya prezidenti Nikol Paşinyana zəng edir, onu baş naziri kimi təbrik edir. Bu digər məsələ. İkincisi, Paşinyana deyir ki, ya məndən olacaqsan, ya da olmayacaqsan. Konkret mövqe bildirməsiz. Məndən əməkdaşlıq eləməyəcəksən. Bilirsiniz bu nə deməkdir? Bir ölkənin suverenliyinin üzərinə xətt çəkməkdir. Qəti şəkildə. Yəni deyirsiniz, ya mənlə olmasa ya da olmaması. Məndən normal münasibətlər səndən istəmirəm. Səndən salamlıq istəmirəm. Ya mənim tabi olacaqsa, mən dediyimi eləyəcəksə, mən ağa olacaq. Rusiya yanaşması dövlətlərə belədir. İndi bu günləri Azərbaycan güclüdür, orta güclüdür. Azərbaycana bunu deyə bilmir. Sabah Mərkəzi Asiya ölkələrinə bunu deyə bilər. İndi Paşinyan da onun cavabını verdi, müstəqil dövlətəm, mən Avropa İttifaqına inteqrasiya edirəm, sənlə də mən normal münasibətlər sistemi saxlayacaq. Putin deyir, yox, mən normal münasibətlər sistemi. Orta Asiya ölkələrinə Rusiyanın təzyiqi nədən ibarət, nə ola bilər? Bilirsiniz, xüsusilə miqrant məsələsindən bunlar təzyiq edə bilərlər, edirlər də. Həmçinin oradakı Rusiyadan bu ölkələrə valyuta axını kəsə bilərlər. Baxın, Qırğızstanın çox valyuta kifayət qədər Rusiyadan gəlir. Tacikistana gəlir. Türkmənistan Gazproma qaz satır. Özbəkistan yenə də Rusiyanın iqtisadi əlaqələr münasibətlərindədir. Qazaxıstanda da kifayət qədər ruslar yaşayır şimalında. İndi bunları neytrallaşdırmaq üçün gələn Mərkəzi Asiya ölkələri indiki kimi təmkinli siyasətlərini davam etdirməlidirlər. Rusiyanı qıcıqlandırmamalıdırlar və bundan əlavə Rusiyanın Ukraynada dalana dirənməsi, orada strateji bataqlığa düşməsi təbii ki, Mərkəzi Asiya ölkələrinə də bir növ qol-qanad verir ki, öz siyasətlərini müstəqil şəkildə davam etdirsinlər. Bu günləri həmçinin Mərkəzi Asiya ölkələrinin də inkişafında Türk Dövlətləri Təşkilatının da rolu mühümdür. Məsələn, bir neçə dəfə Azərbaycanda zirvə toplantıları keçirilir, Mərkəzi Asiyada keçirilir. Yəni artıq onlar da başa düşürlər ki, müstəqil olmaq lazımdır. Bu müstəvidə inteqrasiya etmək lazımdır. Nə Çinin, nə də Rusiyanın yedəyində getmək lazım deyil. Onların yedəyində getmək, onların forpostu olmaq deməkdir. Ona görə də mən düşünürəm ki, Orta Asiya ölkələrinin liderləri artıq bu müstəvidə öz siyasətlərini qururlar, korrekt edirlər və prioritet olaraq Azərbaycanla Türkiyəni, yəni Xəzər hövzəsi müstəvisində dünyaya asılım siyasətini həyata keçirəcəklər, nəinki Pekin və yaxud Moskva xətti. Bir də Məhəmməd, Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi, eyni zamanda siyasi inteqrasiyanın güclənməsi gələcəkdə hərbi təhlükəsizlik belə deyək də
elementlərini də əhatə edə bilərmi? Təbii ki, bilirsiniz ki, cənab prezident... Yəni, siz biraz öncə dediniz, neytrallaşdırmaq. Həm də bunu... Bəli. Deməli, cənab prezident qeyd edir, Qəbələdə onların zirvə toplantısında cənab prezident qeyd etdi ki, gəlin Türk Dövlətləri Təşkilatını hərbi təşkilatını yaradaq. Amma Qazaxıstan prezidenti Tokayev dedi ki, bu daha çox iqtisadi əməkdaşlıq olmalıdır, amma bilirsiniz, zərurət var. Azərbaycan prezidenti bu müstəvidə demək olar ki, geosiyasi prosesləri düzgün analiz edir və bu istiqamətdə təşkilatın qarşısında duran məsələləri, vəzifələri, daha konturlarını indidən elan edir. Çünki dünyada təhlükəsizlik arxitekturası yenidən qurulacaq və bu müstəvidə həmin Mərkəzi Asiya ölkələrə qarşı təhdidləri qarşısını almaq müstəvisində Türk Dövlətləri Təşkilatının hərbi təşkilatı mütləqdir. Qazaxıstan böyük ölkədir, Özbəkistan da inkişaf edir. Mən düşünürəm ki, həmçinin Türkiyənin də burada rolu artmaqla hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı hərbi qurumu qurmaqla Xəzər hövzəsində böyük bir güc ola bilər. Bu mümkündür. Mən hesab edirəm ki, cənab prezident Qırğızistan səfərində bu məsələlər yenidən müzakirə olunacaq. Çünki Azərbaycan çox istəyir ki, bu müstəvidə hərbi bir təşkilat qurulsun, onun da elə ofisi Bakıda olsun. Çünki Bakı qeyd edim ki, mərkəzdə yerləşir. Türk dünyasının mərkəzində yerləşir. Siyasi, iqtisadi, mədəni əlaqələr var. Niyə də hərbi əlaqələr olmasın? Hesab edirəm ki, bu mümkündür və növbəti mərhələdə bu reallaşa bilər. Əhməd bəy, Rusiya mediası yəni bu xəbərlə bağlı narahatlıqlarını dilə gətirirdi və burada yazırlar ki, artıq yeni bir ittifaq yaranır bölgədə. Biz əvvəllər bunu 5+ adlandırırıq, amma indi C6 bir ittifaq və maraqlıdır ki, burada Türkiyə niyə yoxdur? Bilirsiniz, Azərbaycan orada olması ilə Türkiyə olması deməkdir. Mən qeyd etdim, bunlar Azərbaycan üzərindən Xəzər hövzəsindən ilə yeni bir pəncərəni dünyaya açılmağa çalışır. Azərbaycan bir pəncərədir. Və bu Azərbaycan üzərindən dünyaya açılmaqla bir növ onlar öz müstəqilliklərini gücləndirirlər. Pekinə, Moskva yaxınlaşdıqca onlar öz müstəqilliklərini, suverenliklərini itirirlər. Amma bu müstəvidə Azərbaycan üzərinə gedəndə daha da inkişaf edirlər. Öz karbohidrogen ehtiyatlarının, təbii sərvətlərinin də məhz Azərbaycan üzərindən dünyaya çıxardırlar. Ona görə də C500-1 formatı artıq Azərbaycan da artıq Mərkəzi Asiya Ölkələr Məşvərət Şurasında yer alır. Və Azərbaycan demək olar ki, Xəzər hövzəsində yerləşdiyinə də görə məhz bu regionda olmağa da bir növ mənəvi də haqqı çatır. Türkiyənin də olması, bilirsiniz, Türkiyə coğrafi cəhətdən biraz uzaqdır. Həm də dediyim kimi, Azərbaycan orada olması ilə Türkiyə olması deməkdir. Bu proseslərə dəstək verən Türkiyədir. Ona görə də mən düşünürəm ki, Türkiyənin hüquqi cəhətdən orada olması və olmaması problem deyil. Onsuz de facto Türkiyə buradadır. Əsas olan ondan ibarətdir ki, bu ölkələrin liderləri öz siyasi iradəsini ortaya qoyub, bu müstəvidə Türk Dövlətləri Təşkilatının inkişafında öz mövqelərini qoruyub saxlasınlar, təşkilat inkişaf etsin, Türkiyə ilə də münasibətləri daha da inkişaf etdirsin, ortaq layihələr var ki, onlar reallaşsın, xüsusilə elə orta dəhlizin reallaşması, onun əsas segmenti olan Zəngəzur dəhlizi də bilirsiniz, bu segment orta dəhlizin əsas segmentidir və Mərkəzi Asiya ölkələr də gələcəkdə Zəngəzur dəhlizindən də Orta Asiyaya çıxacaq. Trasekov formatı var. Səmərqənddən Zəngəzura qədər gedir Türkiyə. Səmərqənddən Zəngəzura kimi. Ona görə də həmçinin Xəzər dənizinin dibinə fibr optik xətlərin çəkilməsi, qaz boru kəmərlərinin çəkilməsi. Bunlar mümkündür. Mən hesab edirəm ki, bu müstəvidə Azərbaycan bu istiqamətdə çalışır və Mərkəzi Asiya ölkələri də düşünürəm ki, onları da bu layihəyə növbəti mərhələdə razılıq verəcəklər. Demək olar ki, Cənubi Qafqaz və Mərkəzi Asiya eyni bir məkanda olacaqlar və
dövlətlər bir-birinə iqtisadi və siyasi inteqrasiyonu intensivləşdirəcəklər. Bir də düşünürəm ki, bu ölkələrlə də hava yolları daha da səmərəli olsun, qiymətlər ucuz olsun, gömrük tarifləri ucuz olsun, viza yoxdur mən bilən. Yox, bəli, elə şəxsiyyət vəsiqəsinə hər iki ölkə bir-birinə gedim gələr, amma düşünürəm ki, Bakıdan Səmərqəndə, Özbəkistana, Bişkekə və yaxud Qazaxıstan ölkələrinə avia reyslər məsələn 30 manat, 40 manata rahat gedib gəlmək olur. Onda turizmin də inkişafına malik olar, çox əlaqələr çox yaxşı olar. Məhəmməd bəy, siz biraz öncə dediniz, yəni Orta Asiya ölkələrində tüzsüz orada bütün xalqlara bunu şamil eləmək olmaz. Özlərinin türk kimliyini bilən və bu kimliyi daha da belə qabardan, belə dedi, inkişaf etdirən müəyyən bir kəsim var idi. Amma bu Türkiyədəki qədər, Azərbaycandakı qədər belə yüksək səviyyədə deyildi. Yəni mən düşünürəm ki, 44 günlük müharibədən sonra Azərbaycan işğal altında olan torpaqlarını qaytardı və 44 günlük savaşın sonunda Azərbaycanın qazandığı qələbə bu sanki bir Türk dünyasında belə deyək bir oyanış oldu. Bu qələbənin o belə yaxşı mənada o təsirləri o Orta Asiyadakı xalqları da oyatdı və bizim bir vaxtlar o xəyal qurduğumuz o Turan Birliyi, Turan İttifaqı hər halda indi adını ərəb bir cürə ifadə edir və artıq bu birliyin belə deyək də konturları çizilir. Artıq yavaş-yavaş hiss edirsən ki, bu birlik yaranmağa doğru gedir və formalaşır. Bu tədbirlə mən düşünürəm ki, bunun belə tərkib hissəsidir. Bilirsiniz, Turan Birliyi. Gəlin Turan adı deməyək, Türk Dövlətlər Təşkilatı. Belə də deyə bilərik. Bəli. Hə, çünki Turan Birliyi deyəndə Pekindən də boylanıb baxırlar, Moskvadan da boylanıb baxırlar, Tehrandan da, Londondan da bunlarla qurmaq istəyir. Amma biz hakikaten Türk Dövlətlər Təşkilatı kifayət qədər inkişaf edir və adı belə qorxudur deyirsən. Adı qorxudur, qorxsunlar. Amma indi mən burada pafosla danışmaq istəmirəm. Biz burada real, praktik siyasətdən danışırıq. O görə hörmətli izləyicilərdə, yəni mən burada çığır, bağırmaq, Turan Birliyi belə. Ona görə mən hesab edirəm ki, Türk Dövlətlər Təşkilatı müstəvisində biz bu Turan Birliyini onsuz qururuq. Təbii ki, hərbi ittifaqı da bu tərkibdə olacaq. Tamamilə düz qeyd etdiniz. İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan da gördü ki, Türk ölkələri öz suverenliyini qoruya bilər, siyasi iradə ortaya qoya bilərlər, güclənə bilərlər. Bir növ onlara stimul verdi və bunları da onlar da etiraf edirlər. Gəlib Qarabağı da gördülər. Demək olar ki, Mərkəzi Asiya ölkənin liderləri Qarabağda oldu. Və Türkiyənin də Azərbaycana dəstəyi, Türkiyə PUA-larının burada rolu, Türk silahlarının, Azərbaycan aldığı Türk silahlarının burada rolunu artıq Özbəkistanda, Qazaxıstanda, Qırğızstanda, Türkmənistanda görür. Artıq Türkmənistan verirsə Türkiyə ilə demək olar ki, ortaq hərbi müdafiə sənayesi güclənir. Özbəkistan həmçinin, Qazaxıstan həmçinin. Bunlar hamısı 2-ci Qarabağ müharibəsinin nəticələrindən sonra oldu. Təbii ki, bu müharibə Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsinə, inteqrasiyasının formalaşmasına gətirib çıxardı. Baxın, biz Tacikistanı da artıq Türk Dövlətləri Təşkilatına cəlb edir. Hətta mən sizə deyim, bir dəfə Nikol Paşinyan gəlib Zəngəzurda toplantı keçirdi. Dedi, nə qışqırısı, Turan danışır, deyim, Türk Sabahlar Ermənistan da Türk Dövlətləri Təşkilatına üzv ola bilər. Çünki biz Mərkəzi Asiya ölkələrindən iqtisadi əlaqələr qura bilərik. Mən düşünürəm ki, yeni dünya siyasi nizamı formalaşır və Azərbaycan da bu regionda sülh və sabitlik təmin edir və həmçinin Türk Birliyinin inkişafı istiqamətində, təşkilatlanması istiqamətində mühüm işlər görür. Mən düşünürəm ki, cənab Prezident İlham Əliyevin Türk
təşkilatları, Türk Dövlətlər Təşkilatı Birliyi müstəvisində hərbi təşkilatının yaradılmasını reallaşdıracaq. Türkiyə və Azərbaycan arasında Şuşa bəyannaməsi var. Bəli. Hərbi müttəfiqlikdir. Gəlin, həmin Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk ölkələrinin Şuşa hərbi paktı imzalansın. Türkiyə ilə bu hərbi pakt var. Türk dövlətləri. Buna Qırğızistan da qoşulsun, Özbəkistan da, Türkmənistan da, Qazaxıstan da, Özbəkistan da Şuşa paktı olsun. Və Turan təşkilatı adını qoyaq, qoy Şuşa paktı olsun da. Ona görə də biz bu müstəvidə təbii ki potensial var və biz Azərbaycan bunun potensialını görür. Mən düşünürəm ki, bu istiqamətdə çox uğurlu siyasət Azərbaycan həyata keçirəcək. Mən hesab edirəm ki, növbəti 2 ildə Türk dövlətlərinin hərbi təşkilatda yaranacaq. İnşallah. Bu arada bir son məlumat xatırladım tamaşaçılar üçün. Deməli, Qırğızstanın Çolpon Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Çolpon Ata şəhərindəki konqres mərkəzinə gəlib dövlətimizin başçısı görüşdə çıxış edib. Yəni, görüşlər davam eləyib. Biz növbəti verilişlərimizdə, növbəti həftə də bu mövzuya geniş yer verəcəyik, bu mövzu ətrafında danışacağıq. Məhəmməd bəy, biz Rusiyadan da danışıq, bu mövzumuz belə deyək də Rusiyasız keçmədi. Çünki Rusiya Türk dünyasında baş verən proseslərdən, Orta Asiyada, Cənubi Qafqazda baş verən proseslərdən narahatdır. Çünki heç nə Rusiyanın son bir neçə ildə istədiyi kimi getmir. Yəni, demək olar ki, proseslər, dünyada baş verən proseslər, bölgədə baş verən, cərəyan edən hadisələr Rusiyanın əleyhinə işləyir. Söz ki, bunun belə deyək də, bu yaranan problemlərin mərkəzində elə Rusiyanın özü dayanır. Yəni, o problemləri də özü yaradıb və bugün o bataqlıqda da özü batmaqdadır və Rusiya-Ukrayna müharibəsində son vəziyyət, belə deyək də, demək olar ki, tamamilə dəyişib, 180 dərəcə dəyişib. Artıq hadisələr, belə deyək də, baş verən savaş Ukraynanın lehinə çevrilib, belə deyək. Yəni, bunu mən demirəm. Hərbi və siyasi ekspertlər bu arada danışırlar və biz verilişlərimizdə də bu məsələyə tez-tez toxunuruq. Və son vaxtlar xüsusilə də hava cəbhəsində, hava məkanında Ukraynanın o modern, müasir silahları, puaları Ukraynaya çox ciddi zərbələr vurub və Rusiya daha doğrusu çox ciddi zərbələr vurub və Rusiyanın daxilində vəziyyət çox gərgindir. Hətta Rusiya prezidenti, Azərbaycan prezidenti cənab İlham Əliyevə telefonla zəng etmişdir. Bu görüşün detallarıyla bağlı o qədər də mediada məlumatlar yox idi, amma iddialar var ki, Azərbaycandan hətta benzin də istəyir Putin. Çünki bugün Rusiyanın daxilində benzin qıtlığı bütün sahələrə sirayət edib. Və bu sözsüz ki, təbii olaraq insanlar arasında ciddi narazılıq yaradıb. Rusiyanın, belə deyək də, neft emalı zavodlarına, hərbi obyektlərinə, sənaye obyektlərinə vurulan zərbələr və onların sonradan bərpasının mümkün olmaması, yəni bərpa etməyə çalışır Rusiya tərəfi. Təzədən bombalı. Yəni artıq Rusiya çıxış yolu tapa bilmir. İstəyirəm bundan danışaq. Rusiyanın taleyi, Putin nə düşünür, nə olacaq? Putin heç nə düşünmür. Putin bir düşüncəsi var, o Ukraynanı məğlub etməlidir və Zelenski də dedi ki, kəşfiyyat məlumatları var ki, Putin sentyabrda yenidən səfərbərliyə hazırlaşır. Putin də sərəncam verdi, 2 milyona qaldırıb ordunun sayını fikir verirsiniz. Bir tərəfdən də orduya cəlb edilən muzlulara məbləği də qaldırırlar. Daha çox Dağıstanda bu istiqamətdə işlər həyata keçirilir. Bilirsiniz, artıq Rus-Ukrayna müharibəsi yeni bir mərhələyə keçib. Çox dağıdıcı mərhələyə. Rusiya Ukraynaya qarşı artıq reaktiv
PUA-lardan və ballistik raketlərdən istifadə edir. Və bu da Ukraynaya kifayət qədər böyük zərbələr deməkdir. Yəni də bu deməkdir ki, Putin danışıqlara hazır deyil. Təbii ki, indi tamaşaçılar da bilirsin ki, Ukrayna PUA-larla kifayət qədər Rusiya zərbələr vurur. Rusiyanın enerji infrastrukturunu sıradan çıxardıb. İndi Ukrayna əlində ballistik raketləri yoxdur. 2-3 aydan sonra onlar da artıq olacaq. Çox güclü işlər gedir bu istiqamətə. İndi onda görüm Rusiya nə edəcək? Onda nə edəcək bu artıq? Onda nə edəcək, bəli. Və artıq Ukraynanın şərqində dilişib qalıb. Demək olar ki, aylarla bir kənddə işğal edə bilmir Rusiya. Və monitorinq aparılıb. Cəbhəyə göndərilən Rus əsgərin ömrü bilirsiniz dəqiqə çəkir. 15-20 dəqiqə. 15, ən uzağı 30 dəqiqə. 30 dəqiqə. 30 dəqiqədən sonra Ukrayna PUA-sı gəlib bunu vurur. Və Avropa və Amerika Birləşmiş Ştatları artıq Ukraynaya qarşı koordinasiyalı fəaliyyət göstərirlər. Trump gördü ki, Putinə uzanan əl geri çevirir, heç bir kompromisə gəlmir. Yalnız kompromis dırnaq arası Putin təklifində o idi ki, Ukrayna ərazilərini verməlidir Rusiyaya. Belə kompromisdən söhbət gedə bilməz. Belə razılaşmadan biz belə çıxır ki, Qarabağ verməlidir Erməniyə. Bilir istəyirəm. Qarabağı Erməniyə verməlidir müharibə üçün. Onsuz Azərbaycana belə təkliflər çox olub. Təbii ki, Trump da belə təkliflər eləyirdi Zelenskiyə. Amma Avropa ölkələri buna imkan vermədi. 6 ay buna qədər elə bir təklif var. Bəli, 6 ay. Son 2 ayda Trump mövqeyində dəyişikliklər elədi. Çünki gördü ki, Putin geri çəkilmir. Putin dağıdıcı bir rol alıb. Və həm də gördü ki, Ukraynada böyük zərbələr vurur. Trump nə deyirdi ki, o günə kimi? Deyirdi ki, Putin güclüdür, Ukrayna məğlub olacaq. İndi Putini, Zelenskini Ağ Ev Oval ofisdə aşağılayan Trump ötən günkü görüşdə dedi ki, mən Zelenskinin görüşdə fəxr edirəm. Yəni, proseslər hardan halaya gəlib çıxdı. Mən hesab edirəm ki, bu müharibədə Rusiya məğlubdur, onsuz məğlub olub, çox da Ukraynanın 20% ərazilərini işğal edib. Ermənistan da Azərbaycanın 20% ərazilərini işğal etdi, 30 ildə saxladı. Nə oldu? Avantür idi. Alçaldıcı şəkildə Azərbaycan bunları alçaldıcı şəkildə məğlub etdi, çıxıb getdilər. Ərazilərimizi işğaldan azad etdi. Mən Rusiya böyük strateji səhvə yol verir. Rusiya Ukraynaya girməklə Ukraynanı silahlılaşdırdı. Ukrayna bundan sonra artıq hərbi dövlət olacaq. Onun iqtisadiyyatında hər bir sahə hərbi və Rusiyadan revanş alacaq. Bunu mən sizə əminliklə deyirəm. Müharibə başa çatsın, müəyyən razılaşmalar olsun. Amma bu revanş olacaq. Bu nə vaxt olacaq? Bilmirəm, amma bu revanş mütləq şəkildə olacaq. Yəni, bu qədər Rusiya heç bir səbəb olmadan girəsən, Ukraynanı darmadağın eləyəsən, onların körpələrin, uşaqlarını aparasan Rusiyaya, şəhərlər, kəndlər yerlə yıxsan edəsən, Buça kimi soyqırım, qətliam törədəsən, bunu Ukrayna xalqı bağışlamayacaq, bəşəriyyət bağışlamayacaq. Biz də bunu görürük. Eyni dindən və kökdən olan qardaşına bu acıları yaşadan, o faciələri yaşadan Rusiya bizlə normal münasibətlər sistemi qurarmı? Qətiyyən belə deyil. Biz Rusiya ilə normal qonşuluq əlaqələri saxlaya bilərik, amma onlara heç vaxt etimad edə bilmərik. Moskvanın heç vaxt biz orbitinə qayıda bilmərik. Nəyin bahasına da olursa olsun, olmaz. Rusiyaya tabi olmaq kölə deməkdir. Rusiya sənlə normal qonşuluq əlaqələr qurmaq üzr istəyirəm istəmir. Ona görə də mən düşünürəm, bunu Avropada ölkələri də bilir. Artıq Qərb dünyası
Avropa və Amerika qərara gəlib ki, Rusiyaya heç bir şans verilməyəcək Ukraynada. Bundan sonra Rusiya Ukraynanı işğal edə bilməz, müəyyən yerlərini vurub partlada bilər. Bir neçə gündən sonra Ukraynada Rusiyanın bir neçə yerini partlada bilər, amma bu nə vaxta kimi gedəcək? Ona görə də mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları da artıq Ukraynanın yanında da Ukraynaya böyük dəstək veriləcək. Müharibənin gedişi 2 aydan sonra proseslər tamamilə Ukraynanın lehinə dəyişəcək. Rusiya məcbur olub danışıqlar masasında əyləşəcək. Maksimum 2 ay lazımdır ki, Rusiya oturub yenidən danışıqlar, diplomatik danışıqlar masasına əyləşsin. Çünki fikir verək, ABŞ dövlət katibi Rubio ilə Lavrov bir yaxınlarda yarım saat görüşdü. Lavrovun Ankorij görüşlərindən qayıtmasını təklif etdi, amma Amerika bundan razılaşmadı. Həmçinin Qazaxıstan prezidenti də bilirsiniz ki, Putinə dedi ki, artıq müharibəni dondurmaq lazımdır. Mən düşünürəm ki, 2 aydan sonra Ukrayna Rusiya ballistik raketlər atandan sonra Kremldə artıq o istibaşlar soyuq duşdan əvəz oluna bilər. Məhəmməd bəy, baş verən prosesləri biraz analiz etdik. Yəni bir 6-7 ay əvvələ qayıtsaq, yəni İran hadisələri ilə başlamazdan öncəyə qayıtsaq, Trumpın bir ortada sülh planı var idi, Rusiya ilə Ukraynaya təklif etmişdi və həmin o təklifdə sizin də dediyiniz o bəndlər var idi ki, Donbasın bütövlükdə Rusiya verilməsi və Ukraynanın bununla barışması, Rusiyaya torpaq güzəştlik etməsi, ümumiyyətlə bu plan Ukraynanın təslim aktı adlandırırdı Avropa dövlətləri. Ukrayna ümumiyyətlə bunu qəbul etmirdi. Zelenski eyni zamanda komandası və Ukrayna xalqı. Və maraqlıdır ki, artıq bu proseslərdən sonra yəni təxminən elə 5-6 aydır Ukrayna artıq hava hücumlarında ciddi uğurlar əldə etməyə başlayıb. Baxmayaraq ki, müharibə 4 il yarımdır davam edir. Yəni 1620 və yaxud bugün 21-ci gündür, dəqiq deyə bilmərəm, amma hər halda 4 il yarımdır savaş davam edir və bu müddət ərzində sanki indi Ukraynanın dönüş etməsi belə bir sual yaradır ki, sanki bu müharibəni başladan güclər elə bu müharibənin hətta biraz daha uzanmasını istəyirlər. Rusiya daha da tükənsin, Rusiya daha da zəifləsin və ən son nəhayət ona qədər ki, Rusiya Ukrayna ilə sülh müqaviləsi bağlasın və yaxud da ağ bayraq qaldırsın Qərb qarşısında, NATO qarşısında. Mən düşünmürəm ki, Rusiya ağ bayraq qaldıracaq. Niyə demək istəyirəm? Çünki niyə məsələn 2 il bundan öncə Ukrayna bax belə ciddi uğurlar əldə edə bilmirdi? Bugün artıq mənzərə tamamilə dəyişib. Təbii ki, Qərb ölkələri də Rusiyanın resursların tükənməsində, yıxılmasında maraqlıdır. Ona görə də bu müharibəni tükəndirici müharibədə adlandırmaq olar. Yəni Rusiya hələ o səviyyədə tam onların istədiyi səviyyədə tamamilə çökməyib, amma Qərbin də əsas strateji planı Rusiya bu avanturaya başladığı üçün, bu işğala başladığı üçün Rusiyanı buna çökdürməyə çalışır. Parçalamağa yox, əllərə qaldı. Təslim olmur, amma əllərin qaldırır, deyir ki, mən dayanıram. Yəni, Qərb istəyir ki, bu müstəvidə olsun və Qərb istəyir ki, Rusiya Qərbdən artıq borc pul alsın, dövlət hisslərinin maaşını versin. Rusiyanın 1990-cı illərə qaytarmaq istəyir Qərb. Mən düşünürəm ki, Putin aparacaq Rusiyanı buna, 90-cı illərin yersin Rusiyasına. Çünki Putin xarakteri ona imkan vermir ki, o Yeltsinin belə deyək də vəziyyətinə qayıtsın. Çünki onlar fərqli liderlər idi. Putinin nə xarakteri var ki? Narsiz, özünü bəyənən. O xarakter deyil axı. Hər halda ona imkan vermir geri addım atmağa. Putini gətirən qüvvələr var. Putin xalq seçməyib. Putin bilir ki, ona gətirən qüvvələr var. Putinə təsir və təzyiq edən bir qüvvə və yaxud da şəxs də yoxdur. Yəni, dövlət olaraq Çin ola bilər, amma Çin də bugün öz dəstəyini davam elətdirir Rusiyaya. Deməli, Avropa ölkələri Rusiyaya zərbələr vurduqca Lindenberg bilirsiniz ki, lojistika mərkəzi yanır, marketing mərkəzləri yanır. Böyük iqtisadi zərbə. Böyük iqtisadi zərbədir.
və iqtisadi sanksiyalar, Ukraynanın zərbələri, müharibənin uzanması artıq siyasi elitə daxilində ciddi parçalanmaya, fikir ayrılığına gətirib çıxaracaq. Onlar Putindən hesab soracaqlar. Bu günlər Putin ilə vəziyyət yaranıb ki, bütün qurumlara tam nəzarət edə bilir. Amma sabahları nəzarətsiz də ola bilər. Mən hesab edirəm ki, bu müharibə artıq Putinin şəxsi müharibəsinə çevrilib. Bunu onun ətrafı da anlayır, başa düşür. Putin bunu şəxsi müharibə kimi qəbul edir. Bu ola bilməz. Və bu Rusiyanı həqiqətən də strateji bataqlığa aparır. Artıq Rusiya siyasi elitasını düzdür. Putin qoymayıb siyasi elita qala. Hamısını dənləyib demək olar ki, biri qazda boğulub, biri nə bilim suda batıb, biri özünü intihar edib dırnaq arası. Amma mən düşünürəm ki, Rusiyada da düşünən beyinlər var və onlar Putinin Rusiyanı böhrana apardığını fərqindədirlər. Hesab edirəm ki, onlar da Putinə müəyyən təzyiqlər edəcək və müharibəni artıq evlərində hiss edəcəklər. Və müharibəni evlərində hiss etdikləri üçün Putinlə bağlı mövqelərdə dəyişəcək. Artıq Putin Kremldə ona qarşı olan mövqedə görəcək. Məsələn, fikir verək, ötən həftə Rusiya Dumasında Volodin belə bir şüar işlədirdi. Güclü Rusiya, Putin. Kimə saldı? Halbuki orada alqışlar dəhşət olmalı idi. Amma demək olar ki, o boydan azalda 10% əl salan oldu. Bu, Putinə Dumada mövqeyin göstərişidir. Yəni, artıq biz sənin dediklərinlə, sən apardığın siyasəti ilə razılaşmırıq. Volodin özü də mətul qalmış. Dövlət Dumasının sədri. Təsəvvür edirsiniz. Putin və Pobeda qələbə deyildi, amma Putin qələbə. Putin beda deyildi. Yəni, ona əl vurmadılar, ura demədilər. Bu göstəricidir. Putin də bunu yaxşı bildi. Və hesab edirəm ki, Amerikanın da, Avropanın da əsas məqsədi Rusiyanın siyasi elitasına bir çaxnaşma yaratmaqdır, fikir ayrılıqları yaratmaqdandır. Bilmək olmaz, sabahlar yenə Prigojin kimi biri çıxdı, yəni deyəcək ki, sən müharibəni apara bilmirsən, Rusiya məğlub olur, ümidçilər olur, Rusiya iqtisadi dağılır və artıq sən istefa verməlisən. Və Tokayev Putinə deyəndə ki, müharibəni dayandır, onun üst sifətini görürdün də. Biraz yumuşaq formada hələ dedik. Yumuşaq formada qalmışdı. Üz ifadələri tamamilə, indi onun üz ifadələri oxuyanlar yaxşı bilər, tamamilə quruyub qalmış və mimikalar ifadələri donmuş şəkildə idi. Təsəvvür edin, Putinin ətrafı... Bu çətin vəziyyətdə olduğunu, əhval ruhiyyəsinin mənfi ruhda olduğunu göstərirdi. Yəni, Tokayev ona deyir ki, artıq sən məğlubsan. Rusiyanın strateji neft ehtiyatları, strateji obyektləri dağılır. Sən nə fikirləşsən? Ölkəni qoruya bilmirsən. Qoruya bilmirsən. Moskva yanır, Moskva artıq vurulur, qərb sən üstə gəlir. Sən dayandır da müharibə, nə istəyirsən sən? Mən düşünürəm ki, getdikcə Ukrayna zərbələr artdıqca Putinə artıq ətrafı da deyəcək ki, təzyiqlər artacaq. Təzyiqlər artacaq, artıq dondurmaq lazımdır. Donduraq və danışıqlara başlayaq. Yəni Putinin ətrafında bugün xüsusilə hərbi komandada Putinə cəbhə haqqında real, doğru, dürüst informasiya vermirlər. Bu özü də girib internetə baxmır. Yəni bu da Putinin qorxusundandır. Putin ümumiyyətlə xüsusilə son vaxtlar cəbhə ilə bağlı mənfi xəbərlər, yəni negativ xəbərlər eşitmək istəmir. Ona görə də bu generallar da özlərinin həyatını, çünki o təhlükəyə qoymaq istəmirlər də, biri suda boğular, birini elektrik var. Bir neçə şəhəri deyildi ki, alındı. Putin çağırırdı, həmin generala medal verirdi. Şəhəri Ukrayna prezidenti gedib həmin şəhərdən video çəkirdi və 2 gündən sonra Putin qəhrəman verdiyi, sinəsinə medal taxdığı generalın suda boğulduğu üzə çıxırdı. İtkin düşdüyü üzə çıxırdı. Yəni göründüyü kimi bu faktlar çoxdur. Ona görə də düşünürəm ki, Moskva üçün artıq sonun başlanğıcıdır. Amma Cənubi Qafqaz baxımından bir məsələni demək istəyirəm, biz təhlil aparırıq. Rusiyanın müharibədə resursların düşənməsi
bu müharibənin müəyyən qədər də uzanması Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinin zəmanət verir və Cənubi Qafqaz ölkələrinin siyasətlərinə də uyğundur. Rus-Ukrayna müharibəsinin bir qədər də davam etməsi. Çünki müəyyən geosiyasi proseslər var, onlar reallaşmalıdır və biz bu əlverişli şəraitdən istifadə etməliyik. Deməli, Rusiya bu müharibəyə başlayanda 4 il yarım bundan əvvəl də, o zaman Rusiyada daha peşəkar ordu var idi. Düzdür, o deyilən qədər, deyilən səviyyədə o peşəkar ordu, dünyanın ikinci ordusu. Çünki quru əməliyyatlarında göründü ki, Rusiya ordusu deyilən qədər o gücə malik deyil, qüdrətə malik deyil. Amma hər halda o dövrdə peşəkar hərbçilər daha çox idi. Rusiyanın o dövrdə hərbi texniki təchizatı daha yüksək səviyyədə idi və bütün bunlara baxmayaraq, yəni cəbhədə həmin dövrlə bugünü müqayisə eləsək, ciddi irəliləyiş əldə olunmur. Nə demək istəyirəm? Yəni Rusiya özü də, Putin özü də yaxşı başa düşür ki, yəni o qədər güclü bir ordu ilə heç bir irəliləyiş, heç bir uğur əldə edə bilməyən Rusiya bugün artıq elə necə ki, ümumi bir çöküş var ölkədə, orduda da var, cəbhədə də var və Rusiya özünə dəstək üçün oradan-buradan ordular yığır. Şimali Koreyadan deyirlər ki, 30 min hərbiçi gələcək, döyüşçü, muzlu döyüşçü müharibənin taleyini nə qədər dəyişdirə bilər, bu yəqin ki, o qədər ciddi təsir göstərməyəcək. Rusiyanı və yaxud da Putini xilas edəcək bir qeyri-adi hadisə və yaxud da bir dəstək varmı? Putin nəyə ümid eləyir bu qədər dirəniş göstərir? Çünki hər dirəniş, hər keçən gün Rusiya biraz daha zərbə vurur. Təbii ki, Putin yalnız görünür Çinə, Şimali Koreya müəyyən qədər ümidlədir. Çünki Şimali Koreyadan da yeni ordu gətirilməsi, 30 minə yaxın canlı qüvvənin gətirilməsi gözlənilir. Çinin lojistik dəstəyi var. Çin də müharibənin davam etməsində maraqlıdır, nəinki dayanmasında. Məsələn, biz deyirdik ki, Qərb Rusiyanın çökməsini, müharibənin davam etməsində maraqlıdır. Amma nəzərə alaq ki, Rusiyanın strateji tərəfdaşı Çin də müharibənin davam etməsində maraqlıdır ki, Rusiya daha çox Çin asılı vəziyyətdə olsun. Rusiyanın ucuz təbii ehtiyatlarını, mənimsənsin neftini, qazını, faydalı qazıntılarını və düşünürəm ki, hələ ki bunlar Rusiyanı müəyyən qədər ayaqda saxlaya bilir. Putinə əlavə imkanlar tanıyır ki, müharibəni davam etdirsin. Mən hesab edirəm ki, yəni bu ölkələrin də müharibənin davam etdirilməsində Rusiya dəstəyi də böyükdür. Amma bu müharibə resurslar uğrunda müharibədir. Kimin resursu çoxdur, o qalib gələcək. Amerika Birləşmiş Ştatlarının, Avropa ölkələrinin daha çox resursu çoxdur. Elmi, texniki, həmçinin baxımdan da inkişaf edib, kəşfiyyat baxımdan da. Ona görə də düşünürəm ki, Çinin qısıqlı şəkildə Rusiyaya dəstək verməsi proseslər Rusiyanın lehine dəyişməyəcək. Elə dəyişsəydi çoxdan Rusiya Donbasın tamamilə inzibati ərazilərinə çıxa bilərdi. Amma göründüyü kimi çıxa bilmədi. Çin də fikirləşir ki, Rusiya qalib gəlməsə də ən azından məğlub olmasın. Və Rusiyanın mövcud zəif durumu Çin üçün daha Çin üçün sərfəlidir. Çünki onların Sibirə daha da çıxacaq, oran faydalı qazıntılarına yararlanacaq. Bu Çinə sərf edir ki, Rusiya məğlub olmasın və Rusiyanı öz nəzarətində saxlasın, Rusiya bunu asılı vəziyyətə düşsün. Bir də maraqlı bir fakt var, yəqin siz də Əhməd bəy, həmin məlumatı bilirsiniz. Son vaxtlar Rusların Ermənistana axını başlayıb. O səfərbərlik xəbərləri çıxandan sonra Rusiyanın böyük bir kəsimi Ermənistana axın etməyə başlayıblar. Hətta Ermənistanda kirayə qiymətləri də qalxıb. Və Rusiyalı gənclər müharibədən çıxış yolu kimi müharibədən qaçmaq üçün sığınırlar Ermənistana. Rusiya-Ermənistan münasibətlərini istəyirəm toxunaq. Son bir neçə gündür Paşinyanla Putinin telefon danışığından sonra onsuz da siyasi əziyyət gərgin idi iki ölkə arasında. İqtisadi münasibətlər də bərbad vəziyyətdədir. Çünki Ermənistan məhsullarına qoyulan qadağalar və məhdudiyyətlər münasibətləri daha da sərtləşdirib
və son telefon danışığı da ölkə liderlərinin heç nə həll etmədi. Əksinə vəziyyəti daha da gərginləşdirib və Paşinyanın açıqlaması var idi dəmir yolları ilə bağlı. Yəqin ki tanırsınız və deyir ki, əgər Rusiya həmin o dəmir yollarını deyir ki, bu Ermənistanın mülkiyyətidir, dəmir yolları və əgər Rusiya dəmir yollarını qaytarmasa Ermənistana biz məhkəməyə verəcəyik. Rusiyadan da Paşinyana cavab gəldi ki, biz də başqa addımlar atacağıq. Yəni bax bu cür belə atışmalar gedir, vəziyyət daha da gərginləşir ki, ölkə arasında Ermənistanda da vəziyyət çünki Rusiya alternativ olaraq Ermənistan-Avropa bazarlarına çıxmağa çalışır. Hələ ki bu istiqamətdə də belə istənilən belə o həll məsələ problemlər qalmaqdadır. Həll olunur çünki burada logistika problemləri qalmaqdadır. Rusiya Ermənistan məhsulları Rusiya bazarları üçün istehsal olunur və yaxud da yetişdirilir və bu standartlar Avropa bazarlarına uyğun deyil. Ona görə hələlik Paşinyan çox bir çıxılmaz vəziyyətə düşüb bu mənada. Ona görə çalışırdı ki, Rusiya ilə münasibətləri ən azı müvəqqəti də olsa bərpa eləsin, amma bu alınmadı. Və Rusiya çalışır ki, Zəngəzur dəhlizi məsələsində oyunu pozsun, bu layihənin hər hansı bir vasitə ilə və ləngisin, layihə reallaşması ləngisin. Rusiyanın bu, belə deyək, dəmir yolları ilə bağlı hər hansı bir dəhlizin reallaşması ilə bağlı, daha sonra belə tikintisinin ən azı buna bir maneçilik yaratmaq cəhdləri öz təsirini göstərəcəkmi? Rusiya-Ermənistan birisi əlaqələri böhranlı şəraitdədir. Rusiya-Ermənistandan demək olar ki, kənd təsərrüfat məhsullarına qadağa qoyub və bu müstəvidə Paşinyan Rusiya prezidentinə də narazılığını ifadə etdi. Mən hesab edirəm ki, Rusiya-Ermənistan əlaqələri bundan sonra bərpa olunmayacaq, inkişaf eləməyəcək. Çünki Paşinyan da ona deyib ki, Ermənistan avrointeqrasiya siyasəti yürüdəcək, çünki xalq bu siyasətə dəstək verir. Və Rusiya da Ermənistan təzyiqləri artıracaq. Fikir verək, bu təzyiqlər artdıqca Ermənistan Rusiyadan uzaqlaşır. Və Rusiyanın da Zəngəzur dəhlizinə təxribatlar həyata keçirmək bu mümkün deyil. Prosesdə Türkiyə var, Azərbaycan var, Amerika var, Çin var. Rusiya bunların üzbəüz gələcək. Ona görə mən düşünürəm ki, Rusiya istəyə bilər ki, orada iştirak eləsin, orada olsun. Bunu istəyəcək. Gəlsin, o əskəri çıxarsın, oraya mən buna imkan vermirəm, bu olmayacaq. Ermənistan da bu prosesdə qərarlıdır. Zəngəzur dəhlizinin açılmasında və düzdür, Paşinyan deyir ki, regionda qeyri-sabitlik, İranla bağlı müharibə bunun açılmasını gecikdirir. Amma düşünürəm ki, Zəngəzur dəhlizi kimə nə mane olur? Bizə lazımdır ki, Naxçıvana getmək. Və trip yolu, Trump yolu isə təbii ki, bu müstəvidə də görüləcəklər çoxdur. Amma Rusiyanın bu yola təsir etməsi, təxribatlar etməsi mən hesab edirəm ki, mümkün deyil. Burada gərək bir neçə ölkəni üzbəüz gəlməkdir. Bugün Ukrayna müharibəsində dalanan dirən Rusiyanın növbəti mərhələdə özünə yeni bir cəbhə açması, problem yaratması mümkün görünmür. Amma Ermənistana müəyyən təzyiqlər olacaq. Enerji ilə bağlı, məhz bu indiki kənd təsərrüfatına da bağlı təzyiqləri olacaq. Amma Paşinyan da çalışacaq ki, bu təzyiqlərdən çıxsın, müəyyən manevrlər etsin, Avropa İttifaqından müəyyən dəstək alsın. Yəni bu müstəvidə Paşinyan həyata keçirdiyi siyasət Rusiyanı müəyyən dərəcədə neytrallaşdıra biləcək. Amma bu dəmir yollarına biz danışdıq. Məsələn, Ermənistan dəmir yolları hələlik, yəni iki dövlət arasında bağlanan müqaviləyə görə müvəqqəti də olsa Rusiya dəmir yollarının tərkibi seçir. Cənubi Qafqaz, bəli. İndi dəmir yollarını Rusiya belədir, bir 10 ildə müqavilə müddəti bitənə qədərdir və yaxud da bir daha çox il öz nəzarətində saxlasa, o zaman Zəngəzur dəhlizi açılandan sonra o dəmir yoluna, o hissəyə kim nəzarət edəcək? Bu məsələ Zəngəzur dəhlizinə. Bəli. Zəngəzur dəhlizində dəmir yolu yoxdur ki. Orada dəmir yolu da olacaq. Bu yol olsa onun artıq Rusiyaya aidiyyəti olmayacaq. Çünki oradan keçən dəmir yolları yox, ora Azərbaycan mülkiyyətində olub vaxtilə. Bunu da demək lazımdır. Həm də orada dəmir yolu olmadığı üçün Rusiya nə vaxt Ermənistan dəmir yollarını mülkiyyətinə götürüb?
Müstəqillikdən sonra. Müstəqillikdən sonra. Orada da dəmir yolu işlə vəziyyətdə olmayıb. Heç dəmir yolu oradakı sayılmayıb. Orada dəmir yolu var. Hər halda oradan keçən hissə Ermənistanın ərazisidir və oradakı dəmir yolu da çəkiləcəksə... Amma mən sizə əminliklə deyirəm ki, Paşinyan o hissəni Rusiya nəzarətinə verməyəcək. O konsorsiumun tərkibinə verməyəcək. Və deyəcək ki, bura trip yoludur, əlahiddə bir yoldur. Yəni, Paşinyan bunu eləyəcək. Bu məsələdə çox həssas adamdır Paşinyan. Dirənəcək, mən buna əminliklə. Əslində, burada haqlı tərəf Paşinyandır söz. Paşinyan deyəcək, bura muxtariyyət, iqtisadi muxtariyyətdə əlahiddə bir yerdir. Burada dəmir yol olmuyor, buna Amerika özəl şirkəti tikir, əlahidədir. Bunun Rusiya heç bir adiyyəti yoxdur. Yəni, mən isə bilirəm ki, bəli, Rusiya çalışacaq ki, bu məsələni gətirsin, amma burada Rusiyanın nə hüququ, nə də mənəvi haqqı yoxdur. Xüsusilə hüquqi cəhətdən bura iddia edə bilməz. Paşinyan illərlə, yəni baş nazir olduğu müddətdə biz görmüşük ki, Rusiya ilə münasibətlərdə həmişə çatışmayan nəsə olub. Yəni Paşinyanla Putin arasında nəsə narazılıq olub, amma Paşinyan çalışıb ki, o kəndinin üstündə hərəkət edən o kəndirbaz kimi balansı qorusun. Həm Avropa İttifaqı ilə, həm də Rusiya ilə, ya da Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri o balansı saxlasın. Amma son vaxtlar artıq o belə deyək də, bıçaq sümüyə dirənib, Rusiya tələb eləyir ki, konkret mövqe ortaya qoymalısan. Amma Paşinyan bu dəhlizdə, Zəngəzur dəhlizində Rusiyaya müəyyən bir pay verib, müəyyən bir güzəşt edib, bu balansı yeni qoruya bilərmi? Amerikana razı olacaq. Amerika faktoru var orada. Çünki trip layihəsi 70% Amerikanın nəzarətindədir. Mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları... Ona düşən paydan, məsələn, hər halda... Ola bilər ki, gələcəkdə Amerika Rusiya ilə razılaşsın, amma Trump razılaşa bilər. Amma Trump da əbədi hakimiyyətdə qalmayacaq ki, demokratlar gələcək. Lakin demokratlar gələndə mən inanmıram ki, onlar Zəngəzur dəhlizindən trip layihəsi adı dəyişə bilər. Amma Amerika müqaviləyə sadiq qalacaq. Çünki onun geostrateji marağındadır. Bu layihə geo-iqtisadi marağındadır və dünyada da müharibələrin çoxu nəqliyyat yollarının dəhlizlərə nəzarət uğrunda gedir. Amerikada gəlib Cənubi Qafqazda həmin Zəngəzur dəhlizində trip layihəsini adına burada möhkəmlənir. Mən düşünmürəm ki, Amerika burada Rusiya yer versin, gəl məsələn regionda müştərək işləyirəm. Yəni, belə bir şey olmayacaq. Rusiya burada haqq tanımır. Onsa Azərbaycan, Ermənistan Rusiya vermişlərdi ona. Rusiya 9 noyabr 2020-ci il bəyannaməsi vardı. Rusiya özü prosesə gəlmədi. Rusiya istəmədi sülh olsa, Rusiya istəmədi Zəngəzur dəhlizi açılsın. O da proseslərdə öz əleyhinə işlər. Burada Rusiya özü gedib, özü yıxılan ağlamaz. Rusiya özü yıxılıb. Gedib ağlasın. İndi nə gəlib bizim başımıza ağladır? Zəngəzur 9 noyabr. Sən olduğunda 2023-cü ildən 2025-ci ilə kimi, 2020-dən 2025-ə nə iş gördün sən? Heç bir iş görmədin. Yalandan görüşlər keçirildi, Overçuk gəldi, getdi. Nə elədi? 30 il ərzində Qarabağ məsələsində prosesləri yalandan idarə etmək oldu. Ona görə də Azərbaycan çox haqlı iş gördü. Artıq Rusiya nə iş var Zəngəzurda? Rusiya nə iş var Cənubi Qafqazda? Vəssalam, qutardı, getdi. Ümumiyyətlə, Rusiya Zəngəzur məsələsi artıq yoxdur. Ona görə də artıq Rusiya üçün bu qapı bağlandı. Rusiya özü qapını bağlı. Biz bağlamamışıq. Biz açıb Rusiyanı dəvət eləmişdik 2020-ci ildə. Rusiya istəmədi yola getmək. Rusiya bizi normal qonşu kimi görmək istəmədi. Bizi yola vermək istədi. Ona görə də hər şey əlindən çıxdı, getdi. Aydındır. Məhəmməd bəy, bizə ayrılan efir vaxtı yekunlaşır. Son olaraq bəlkə əlavəniz varsa. Təşəkkür edirəm, çox sağ olun, var olun. Biz isə təşəkkür edirik, çox sağ olun ki, vaxt ayırdınız, studiyamıza gəldiniz. Minnətdarıq, sağ olun. Və bu arada dəyərli izləyicilərə də öz təşəkkürümü bildirirəm ki, bu 1 saat vaxt ərzində izlədilər bizi, dəstək oldular. Minnətdarım dəyərli izləyicilərimizə və bir daha xatırladıram ki, siz TNS televiziyasında Doğru Məkanı izlədiniz. Bugünkü qonağımız isə Milli Cəhbə Partiyasının sədr müavini siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Sağ olun, salamat qalın.